Bu kompüter tomoqrafiya görüntüləri bizə bir xəstəlik haqqında çox vacib məlumat verir. İlk şəkildə aksial kompüter tomoqrafiya görüntüsündə sol yuxarı payda qeyri-müntəzəm sərhədli bir kavitasiya və ətraf ağciyər parenximasında quruluş pozğunluğu, fibroz və traksion dəyişikliklər müşahidə olunur. İkinci şəkildə isə daha aşağı səviyyədən götürülmüş aksial kəsikdə sol aşağı payda bronxektaziya, serik tıxaclanması və peribronxial konsolidasiyalarla yanaşı bir neçə sentralobulyar düyün izlənir. Üçüncü şəkildə isə sol ağciyərin sagital kəsiyində hər iki patoloji proses birlikdə müşahidə olunur. Bu görüntülər birlikdə qiymətləndirildikdə, yəni kavitasiya, bronxektaziya, mukus tıxaclanması və endobronxial yayılma eyni anda olması reaktivasiya vərəmi üçün son dərəcə xarakterik bir görünüş yaradır və diaqnoz baxımından çox düşündürücüdür. Bu xəstəliyə reaktivasiya vərəmi diaqnozu qoyularaq müalicəyə başlanmışdır. Bundan əlavə, sol aşağı paydakı opasitələr sol yuxarı paydakı kavitasiyadan bronx yolu ilə yayılan vərəm çöplərinin endobronxial yayılmasını göstərir.